Hər vaxtınız xeyir olsun. İDNews TV izləyiciləri, vətəndaş mövqeyini izləyirsiniz. Bu gün də çox aktual və maraqlı bir mövzu ətrafında danışacağıq. Mövzumuz televiziyadır və mövzu ilə əlaqədar qonağımız var. Qonağımız xalqın sevimli diktoru, Azərbaycan Dövlət Televiziyasının siması, əməkdar artist Rafiq Həşimovdur. Rafiq müəllim, xoş gəlmisiniz verilişimizə. Çox sağ olun Afaq xanım, təşəkkür edirəm dəvətiniz üçün. İlk olaraq elə başlayaq sizin televiziyaya gəlişinizdən. Ümumiyyətlə, ilk dəfə televiziyaya gəldiyiniz zaman bugünkü qədər seviləcəyinizi, tanınacağınızı xəyal edirdinizmi? Televiziyaya ilk gəlişim olub 15 yaşımda. Teleteatr deyilən bir yer var. Bax, biz oturduğumuz yerdən bir qədər aşağıda televiziyanın həmişə müəyyən verilişlərinin çəkildiyi yer. Mən qarmon çalırdım orta məktəbdə. Gətirdilər bizi teleteatra ki, o vaxtı təsəvvür edin, bu 81-ci ilə təsadüf eləyir. Sovet vaxtı. Şagirdlərdən ibarət bir ansambl. Birdən rejissor komanda verdi ki, pencəkləri çıxardın. Ağ köynəklər olsun. Hamı qollu köynək geyinmişdi. Mən qolu qısa köynək geyinmişdim, ağ köynək. Və mən ona görə utandığımdan çıxartmadım. Və rejissor çox dedi ki, o niyə çıxartmır? Mən dedim, yox, çıxartmayacağım. Demədim səbəbini. Beləliklə, həmin gün mən konsertdə iştirak eləmədim. Sadəcə qarmonumu da götürdüm. Necə ilə vurdum qoltuğuma. Televiziyaya ilk gəlişim bax belə olub. Bu barədə mən birinci dəfə danışıram açığı. Bu qəribə bir əlamətdir yəqin ki. Mən rabitə texnikumu bitirmişəm. Televiziya və radio texnikası şöbəsini. O texnikumu bitirəndən sonra bizi göndərdilər təcrübəyə. Məni də Azərbaycan televiziyasına mərkəzi aparat deyilən şöbə var. Ora göndərdilər. Biz bir neçə ay təcrübə keçməliydik. Beləcə, mən həmin texniki şöbədə 85-ci ildə, deməli, ilin yarısını artıq yanvardan sonra düz iyun ayına qədər təcrübə keçdim. Deməli, kameraları yönləndirirdik, kommutasiya ilə məşğul idik. Televiziyada işləyənlər bunu yaxşı bilir. Televiziyada texnik kimi təcrübə keçdim. Sonra 2 il Sovet ordusu sıralarında əskərlik. Qayıdandan sonra yenə də televiziyada video operator, texnik, deməli sonra montajçı kimi fəaliyyət göstərdim. 87-ci ildən artıq oktyabrından 90-a qədər. 90-da diktor müsabiqəsi elan olundu. Mənim texnikum təhsilim vardı, ali təhsilim yox idi. Şərtlərdən biri də ali təhsildir əlbəttə, həmişə olduğu kimi. Şərtlər ağır idi, ona görə ki, 2 dildə keçməli idin. 3 tur o zaman təşkil olunurdu və sizə onu da deyim ki, 16 nəfərlik komissiyada nüfuzlu, çox nüfuzlu SSR xalq artistləri, Azərbaycan xalq artistləri iştirak edirdilər. Bəstəkarı, rəssamı və s. ən müxtəlif peşə, incəsənət adamları iştirak edirdi, diktorlar iştirak edirdilər. Allah rəhmət eləsin Rafiq Hüseynli, Allah can sağlığı versin Roza Tağıyeva, diktorlardan. Fərhad Bədəlbəli iştirak edirdi, Azər Rzayev iştirak edirdi. Hamısı yüksək titullu və nüfuzlu elm, incəsənət adamları, aktyorlar iştirak edirdi, xalq artistləri. Və 3 turdan mən yazılanda 182-ci adam idim. Belə çox adam gəlmişdi. Deməli, birinci turdan keçəndən sonra artıq siyahı məndən başlayırdı. Mən yazılanda elə bir ki, 26-cı adam idim. 25 nəfər elə birinci turdan getməmişdi. Biz nəhayətdə 4 nəfər qaldıq. İndi ikimiz, hətta Kəmalə xanım da artıq Azərbaycan televiziyasında işini davam edir. Üçümüz davam edirik. Diktor kimi Dilarə Səlim, mən, Kəmalə xanım, Hüseynli. Bir nəfərimiz isə həyatın müəyyən necələr dönəmində bu peşəni tərk elədi. Rafiq müəllim, keçmişə dönəndə kaşkilər olubmu sizin həyatınızda? Yoxsa ki, yaxşı ki, bu səhvi etdim və bugün dərs aldım, belə düşünürsünüz? Maraqlı sualdır, çox sağ olun Afaq xanım. Ümumiyyətlə, elə səhər dərsdə uşaqlarla məşğul olanda bu barədə düşündük birlikdə və danışdıq. Bu nədən ibarət? Ümumiyyətlə, insan səhvsiz olmur ki, xətasız olmur. Yaxşı olar ki, bunlar günah olmasın. Ondan dərs çıxartmaq lazımdır. Kaş ki, bu olmayaydı, bu bir qədər mənim sualım deyil. Amma lap səmimi olmaq üçün deyim ki, həyatımda elə bir məqam var ki, onu istəyərdim, elə olmaz. Təəssüf ki,
Bu insan gücündə deyil. Bəlkə də elə həyatın mənalarından, necə deyirlər, onu məzmunlandıran məsələlərdən biri də odur ki, insan xətasız olmur, səhvsiz olmur. Bu yəqin ki, normaldır. Mələk deyilik. Qeyd etdiyiniz kimi insanıq, səhvlərimiz ola bilər Evet. və o kaş ki dediklərimiz də əslində bugün bizim biz olmağımıza çox böyük kömək olub, özümüz də bəlkə bilmədən belə də olur. Əlbət. Səhvlərdən öyrənir bəzən adam belə. Rafiq müəllim, mən istərdim ki, televiziyalarda yayımlanan verilişlər haqqında danışaq. Səriştəsiz təhsil aparıcılar, qeyri-etik davranışlar, gizlin qalan məqamların açıq bir şəkildə tamaşaçılara göstərilməsi, yayılması. Yəni, bəzi ekspertlər də deyirlər ki, bu olmalıdır, reklama görə olmalıdır, kommersiya xarakterli olmalıdır, aşağıya doğru gedir. Ümumiyyətlə, necə düşünürsünüz? Sırf maddiyyətə görə xalqın mənəvi dəyərlərini zədələmək, yəni bu cür millətin zövqünü korlamaq. Çünki televiziya böyük təbliğatdır. Bu sual həqiqətən də çox səslənir ictimaiyyətdə. Bu səpkili suala dəfələrlə cavab vermişəm. Yəni mövqeyim dəyişmir bundan bağlı. Yine onu yenə də səsləndirəcəm. Çünki dediyim kimi o oturmuş bir artıq cavabdır deyə və məni təəccübləndirmir deyə bu sualların çox olmağı, mən ona konkret cavabım var. Bu nədən ibarətdir? Əvvəla özüm Azərbaycan televiziyasını təmsil edirəm. Həm aparıcı kimi, həm də görəv daşıyan bir adam kimi qeyd elədim. Ona görə də digər televiziyalar haqqında, xüsusən aparıcılar haqqında deməli hər hansı fikir deməyəcəm. Xüsusən də ad çəkmək baxımından bir çox televiziyada, radioda dərs demişəm. Pedaqoji fəaliyyətim olub. Onların içində yaxşı aparıcıların çoxu, belə deyək, çoxu ilə biz auditoriyada üzbəüz gəlmişik. Yəni, hesab eləmirəm ki, mənim ona aparıcı olaraq xüsusən başqa televiziyalara və yaxud da aparıcılara irad tutmağım məqbul ola bilər. Mən belə hesab eləmirəm, özümü o cür görmürəm. Amma tam fikrinizi bildirə bilərsiniz, siz müəllimsiniz eyni zamanda. Amma bu sual dediyim kimi, bu məsələ, bu problem cəmiyyəti çox düşündürür. Bəli. Televiziya 1929-cu ildə Amerikada yaranıb. Zvarıkin soyadlı, Rus əsilli bir adam gedir Amerika 20'nin ortalarında və orada başqa bir radyo magnatı ilə birləşərək televiziya əsasını qoyurlar. O adam 92 yaşında 82-ci ildə Amerika televiziyasına müsahibə vermişdi. Titrdə yazılmışdı televiziyanın atası onun haqqında. Onun titrində yazılmışdı. Onun dediyi fikirləri indi nə üçünsə xatırladım. O deyir ki, 82-ci ildə Amerikada demokratiyanın bəzən beşiği adlandırılan bir ölkədə o deyir ki, biz televiziyanı yaradanda düşünmürdük ki, vaxt gələcək, televiziya ekranlarında bayağı şeylər göstəriləcək. Uşaqlara az qala o elə bir ifadə işlədir. Tərbiyəsiz, necə deyirlər, motivli təsvirlər göstəriləcək. Bayağı musiqilər səsləndiriləcək. 1982-ci ildə Zvarıkinin müsahibəsidir. Televiziyanı yaradan adam. Təəccüblənirdi ki, nə oldu axı, biz yaradanda belə düşünmürdük. Hələ 82-ci ildə. Və Amerikada. Bu da mənə elə gəlir müəyyən suallara cavabdır. Şəxsən mən aparıcı kimi, həm də təmsil etdiyim qurum olaraq öz payıma danışa bilirəm. Azərbaycan televiziyasında, radiosunda şükür Allah siz dediyi hallar yoxdur. Biz çalışırıq, bunlar olmasın. Və yenə deyirəm, şükürlər olsun ki, biz tamaşaçılarımıza, dinləyicilərimizə açıq alınla baxırıq. Bunu mən həm aparıcı kimi deyirəm, elədiyim verilişlərlə, çəkdiyim filmlərlə, oxuduğum mətnlərlə. Bir də bunu da sizə söyleyeyim, mən həmişə uzun illərdir, bunu anlayandan artıq 20 ildən çoxdur. Tamaşaçı obrazı istənilən efirə çıxan çıxışçıdan, aparıcıdan ağıllıdır, zövqlüdür, mədənidir. Tamaşaçı obrazı ümumiyyətlə xalqdır. Xalq isə həmişə ağıllıdır, zövqlüdür, mədənidir. Sən bilməlisən ki, danışanda ağıllı adama müraciət edirsən, zövqlü adama müraciət edirsən, bilikli adama müraciət edirsən, müdrik adama müraciət edirsən. O adamı yığışdırır.
Siz hiss eləmisiniz, bir ağıllı adam görürsünüz, hə, misal üçün, savadlı, ağıllı. Onun qabağında adam necə hiss edir özünü? Şagird kimi. Bax, aparıcılar da xalqın qabağına çıxanda özlərini o cür hiss eləməlidirlər. Onun üçün də dünyada gedən bu televiziyalarda gedən bu prosesə mən müəyyən mənada normal yanaşıram. Müəyyən mənada. Demirəm bu yaxşıdır ya pisdir. Başqa məsələdir ki, sən özün individ olaraq, fərd olaraq mən indiki halda qrafik olaraq oxuduğum mətnə, apardığım verilişə, dediyim mətləbə necə yanaşırsan, necə məsuliyyətlə yanaşırsan və yaxud əksinə, bu bir də əlbəttə dediyim kimi təmsil etdiyim qurum. Bu baxımdan mən daxilən çox rahatam. Bu yaxınlarda belə bir sorğu keçirdik. Hansı kanalları izləyirsiniz daha çox? 90% izləyicilər, tamaşaçılar bildirdilər ki, biz ümumiyyətlə kanal izləmirik. Ancaq sosial şəbəkələr. Bu başqa sualdır. Hə, bunu da çox yaxşı sualdır, hesab edirəm, toxunmalı məsələdir. Bəli, bu problem var. 90%. Mən bir dəfə efirdə demişəm, yenə də təkrar eləyirəm. Telefon düzbucaqlı balaca aparat var. O çıxandan 90-cı illərdən. Mən bunu adlandırıram yeni sivilizasiya. Bu növbəti sivilizasiyadır. Telefon adamları yarandı. Biz də o nəsildənik. Mən bir qədər yox, mən bir ayağımdan sovet adamıyam. Artıq 60-a çatır yaşım. İndiki nəsil, elə lap sizin nəsil, bu telefon adamlarıdır artıq. Başqa nəsildir. Bunu mən nə üçünsə belə adlandırıram. Və əlbəttə burada müsbət şeylər çoxdur. Siz təsəvvür eləyin, əgər mən İtaliyadan 97-ci ildə veriliş eləyirdimsə və qoltuğumda çoxlu kağız, baxırdım orada nə var, teatrlar, nə bilim, rejissorlar haqqında, çətin olurdu da hazırlaşmaq. İndi sənin əlində Google imkanları var. Əgər dili də bilirsənsə, çox gözəl verilişlər eləyə bilərsən. Yəni orada o imkanlar da var. Başqa şeylər də var. Hər şeydə olduğu kimi, ağacın iki başı da necə deyirlər. Orada mənfi də var, müsbət də var. Baxırsan ondan necə istifadə edirsən. Əlbəttə, o şey ki, kütləviləşir artıq, orada təhlükəli məqamlar çox olur. İstər-istəməz axın olur da. Axından qurtulmaqsa, yaxud onun əleyhinə getmək, əksinə getmək. Hər adam bunu bacarmır, hər adama nəsib olmur. Onun üçün də əlbəttə bu təhlükələr var. Mən deməzdim ki, bununla mübarizə aparmaq lazım. Nə ilə mübarizə aparacaqsın? Efirlə, hava ilə. Başqa məsələ var ki, sən nə elədiyinin fərqində olasan, vicdani məsuliyyət deyim, peşəkar məsuliyyət deyim, o cür, necə deyək, yanaşasan bu işlərə. Hətta mən düşünürəm ki, o düzbucaqlı görürsə yenə də daxili formatı, məzmun formatı dəyişir, amma fiziki formatı dəyişmir. Həmin düzbucaqlıdır yenə də. Kitab vaxtilə çıxdı, yenə də düzbucaqlı idi. Sonradan televizor yaran, radio və s. həmin formatdır, fizioloji, fiziki olaraq, elədir mi? İndi də telefon. Amma məzmun tamam fərqlidir. Dediyim kimi, bu məni narahat eləyir açığı bir insan kimi, xüsusən gələcək nəsil baxımından. Çünki orada hər şey izlənir. Çünki kitabdan, bu əsas təhlükə, kitabdan aralandıqca təxəyyüldən aralanırsan, kitabdan aralandıqca təsəvvürdən aralanırsan. Bax, yadıma gəlir, mənim ilk kitabım Robinson Crusoe, mənim 13 yaşım vardı. Daniel Defoe, İngilis daxı əslində o. Çox adam Daniel Defoe deyir, fransız vurğular eləyir. Deməli, mənim yadıma gəlir, oxuyurdum, təxəyyül eləyirdin də, özünü hətta qoyurdun onun yerinə, o tüfənglə necə gedir dənizin qırağında və s. İndiki insanlar baxır, təxəyyülə yeri yoxdur, çünki informasiya bolluğu var və s. Bir də ikinci bir tərəfi var, bunu biz çox fərqinə varmırıq, biz qəlbimizi unuduruq ki, insan ruh daşıyır, qəlb daşıyır, onu unuduruq bəzən, bu da mənə ən çox düşündürən məsələlərdən biridir. Baxın, bir neçə il əvvəl mən, adını deməyəcəm universitetin, istəyirəm bu da qeybətə getməsin, 75 nəfərlik bir auditoriyada mən belə bir test elədim, indi eləyirəm yeri gəlmişkən. Xahiş elədim ki, hidrometeorologiya sözü yazsınlar. Təsəvvür eləyin, hamısı savadlı adamlardı, 2-ci, 4-cü kurslar və s. bir neçə qrup birləşmişdi. 75 nəfərdən 2 nəfər düzgün yazmışdı. Ciddi problemdir. Demək olmaz ki, onlar savadsızdılar. Xeyr. Yaddaş itir. Bəli. Günümüzdə foto, mən bunun səbəbini anlayıram. Foto yaddaşı itir. Adamlar artıq oxuduqlarının fərqinə varmırlar. O qədər yan keçirlər ki, bir də görür ki, ay dadı bir dadı, artıq gəlib 40-50 yaşına çatıb. Xüsusən də sürətli zamana
aiddir bu şey. İndi biz sürətli zamanda yaşayırıq. Vaxtilə kitablarda yazılıb bu barədə. Vaxt gələcək, zaman sürətlənəcək. Bax, həmin dövrü yaşayırıq. Həftə necə başlayır? Birinci gün, bir də görürsən artıq beşinci gün. Yəqin hamınız istəyirsiniz. Yəqin ki, bizim hörmətli tamaşaçılarımız da bunun fərqindədirlər. Həftə başlayır, bir də görürsən bitdi. Ömrümüz gedir. Baxın, bu sürət vaxtında insan qəlbini unudur. Ruh daşıdığını unudur. Ən dəhşətlisi budur. Ona görə də ülvi hisslər, ülvi münasibətlər, gözəl sözlər azalır və yaxud da onlar artıq növbətçi söz kimi səslənir. Bildiniz? Nə bilim, bir-birinə müraciətdə və s. o sözlərin məzmunu qalmır artıq. O sözlərə baxır, nə qədər yük qoyursan, ruhi yük qoyursansa, o qədər məzmunu da əlbəttə. Siz təsəvvür eləyin, poetik düşüncə azalır. Yüksək poeziya dediyimiz anlayışı, münasibət fərqli olub. Bu isə birbaşa qəlbin, necə deyərlər, tənəzzülünə gətirir, çıxarır. Bunu da sizə deyim, mən bəzən deyəsən müəllimliyə artıq pedaqoji keyfiyyətlər deyəsən önə çıxır. Deyirəm ki, aşağılar, fikir verin, dərman içirik. Damarlarda o dərman necə işləyir görmürük ki. Xüsusi yerlərdə görünür bu. Əgər istəsək, haradasa baxa bilərik, nə bilim, o atomlar, molekullar necə gedir və s. Amma deyirəm, sağalırıq. Poeziya da özdə yaxşı poeziyadır. Ruhun, qəlbin dərmanıdır. Yaxşı kitablar, yaxşı filmlər, yaxşı musiqi. Biz qəlbimizi yemləmirik. Ruhumuz xəstələnir. Əslində, bu dövrümüzün çox böyük problemidir. Fərqində deyilik, ümumi deyirəm. Ümumiyyətlə, dünyanın ən böyük problemlərindən biri də budur. Birincisi. İndi gələcəkdə nə olacaq? Bunu Allah ən yaxşısını bilir. Amma siz soruşdunuz, məsələn, mən nə düşündürə bilər? Belə şeylər düşündürür. O ki, qaldı bu texnoloji vasitələrin iştirakı, əlbəttə burada ən aktiv iştirak edən məsələ olardı. Onun üçün də təhsil sistemində, orta məktəbdən tutmuş, bağçadan tutmuş, təhsil sistemində gərək bu dediyimiz vasitələr düzgün təbliğ və təşviq olunsun. Son vaxtlar aparıcıların jest, mimik, hərəkətlər, dil üslubunda tənqid edən mütəxəssislər var. Və siz, bax, bir müəllim kimi əvvəlki dövrə baxsanız, müqayisə edəndə nə qədər dəyişikliklər görürsünüz və daha çox nəyi bəyənmirsiniz və ya bəyənirsiniz? Ümumi, belə deyək, mən buna yenə də yanaşmam var. Ümumiyyətlə, yaxşı nitq təkcə aparıcıya lazım deyil ki. Anaya lazımdır. Uşaq böyüdür. Ataya lazımdır. İnsanlarla danışır. Qonşuya lazımdır. Hamıya lazımdır da. İstənilən peşə sahibinə yaxşı nitq lazımdır. Yaxşı nitq həm də yaxşı düşüncənin göstəricisidir. Əgər insan gözəl düşünürsə, çalışacaq o hissləri gözəl də ifadə eləsin. Ümumiyyətlə isə nitq insana verilmiş xüsusi bir, belə deyək, vasitə kimi mükəmməldir. Dil, nitq, ümumiyyətlə dil, Afa xanım, verilmiş xüsusiyyətdir. Quranda ayə var, biz sizə dillər verdik ki, bir-birinizlə ünsiyyətdə olasınız. İkinci cümlə mən tamamlayayım deyə, ikinci cümləndə deyəcəm. Allah yanında ən yaxşınız, Allahdan çox qorxanınızdır. Yer gəlmişkən onu da söyləyeyim. Bu qorxu sözü insanları bir qədər sirkələməsin, qorxutmasın. Ona görə ki, Allah qorxusu yeganə hissdir ki, sevgiyə gətirir, yaxşı əmələ gətirir. Digər bütün qorxular qüsurludur. Nə bilim, rəisdən qorxarsan, yaltaq olarsan. Kasıblıqdan qorxarsan, bir başqa cür olarsan. Şərdən, nədən qorxarsan, onun hamısının öz şəları var. Amma yeganə qorxudur ki, Allah qorxusu. Tövratdan belə, Bibliyadan belə, bütün kitablarda bu barədə yazır. Boytis Allah'ı, boytis Boga. Demir ki belə. Doğrusu da budur öyle. Yenə deyirəm, yeganə, mən bunu anladığım şükür olsun ki, mən bunu anlamışam həyatımın müəyyən çağında. Yeganə, deməli, qorxudur ki, yalnız xeyirxahlıq doğurur. Yəni, sən hər zaman onun nəzərini hiss eləyə yaşamaq çətin şeydir. Çox çətin şeydir. Şəxsən, belə deyək də, mən bilirəm ki, bu nə qədər çətindir. Məşhur bir yazışı var, sevdiyim, onu tərcümə edirdim, Herman Hesse. O deyirdi ki, onun abzası vardı belə bir yaradana müraciətlə. Deyir ki, elə qanunlar yaratmısan ki, qoymusan ki bizim üçün bununla yaşamaq çox çətindir. Etiraz eləyir. Həqiqətən də, belədir, insan həyatı belədir. Amma dediyim kimi, nitqə qaydırıqsa, nitq, düşüncə
verilən dil, bu verilmiş keyfiyyətdir. Yaxşı olar ki, əlbəttə gözəl nitqlə hamı danışsın. Yaxşı bir şair var, Brodski, o deyir ki, poeziya nitqin ən ali formasıdır. Mən ondan tamamilə razıyam bu fikirlə. Təsəvvür edin, bir anlıq hamı yüksək poeziya ilə danışır. Şeir yox ha. Şeirlə poeziya fərqli anlayışlardır. Şeir sonra nəticədir, amma poeziya ümumiyyətlə çox böyük anlayışdır. Hər şeydə bir poeziya var. Və o deyir ki, ən yüksək formasıdır nitqin. Həqiqətən də bir anlıq təsəvvür eləyin. Gözəl poeziyayla hamı danışır. Elə az qalan mələklər danışırlar da. Hə? İnsan isə ona dil verilib, sözlər verilib. Söz isə özündə çox canlıdır. Söz təsəvvür edin, sözlə müharibələr olur. Və yaxud sözdən müharibələr olur. Sözlə insanlar bir-birinə hörmət eləyir, bir-birini sevir. Sözlə söyüşdə söyülür. Sözlə gözəl şeirlər yazılır. Yəni söz özlüyündə çox böyük enerji daşıyan bir şeydir və canlıdır. Bizdən canlıdır. Biz gəlirik, gedirik bu dünyadan. Atalarımız, babalarımız, bizdən sonrakılar da gedəcək. Amma söz qalır. Yəni o qədər canlı bir orqanizmdir. Ona görə söz həm də bir güzgü kimi bir şeydir. Sən ona necə yanaşırsansa, onun şəklini alırsan. Onun üçün də gözəl danışmağı, gözəl düşünməyi, gözəl hiss eləməyi bacarmaq və bunu da öz dilində eləmək çox böyük bir nemətdir. Onu da sizə deyim ki, dünyada 2000-dən çox dil var. Haradasa oxumuşdum belə bir informasiyanı. Deməli, dillər verilib də adamlara. Və mən sizə əmin eləyirəm ki, bəzi ölkələrin, bəzi xalqların poeziyasını, yüksək poeziyasını oxuyub anlayandan sonra başa düşdüm ki, dil o qədər kamil bir mexanizmdir ki, vergidir ki, istənilən dil özdə zəngindir. Azərbaycan dili isə yenə də çox zəngindir. Hamı sübut eləyə bilərik. Bizim belə bir dənə bayatlarımıza baxın, görün, harda var elə o zənginlik. Su gələr, axar gedər, bəndləri yıxar gedər. Bu dünya bir pəncərə, hər gələn baxar gedər. Bu boyda fəlsəfə hansı xalqda var? Xalqın dilindən gəlib. Görün, nə boyda xalqın nizamiləri var, kimləri var və s. Yəni, bunlar hamısı sözlə olur. Onun üçün də yəni, sən ona necə yanaşırsansa, söz həm də güzgüdür, bayaq dediyim kimi başlayayım təkrara görə. Sən ona güzgüyə necə yanaşır, özünü necə görürsən? Söz də həmin güzgüdür. Yanaşan kim sənin şəklini çəkir. Düppədüz çəkir özünü. Heç bir tərif olmadan. Rafiq müəllim, həm də bildiyimiz qədərlə rejissorsunuz. Filmlərim var, bəli. Rejissor kimi də, ssenariçi kimi də, bəli. 44 günlük vətən müharibəsi üçün hər hansısa bir film çəkmək kimi bir fikriniz varmı, planınız varmı? Mən sizə onu deyim ki, deməli, ölkəmizdə bu mövzuya, ümumiyyətlə, müharibə mövzusuna mən çox yanaşmışam. Əgər nəzərə alsaq 2000-də və 2006-cı ildə Günəş və Bulud və sonra onun davamı Qamış şəhərin yuxuları mənim ssenarimdən çəkilib. Qaçqın şəhərciyindən, Sabirabaddakı Qalaqayın qaçqın şəhərciyindən. Oradakı uşaqlardan 22 min adam yaşayırdı, onun 1500 nəfər uşağı idi. Bu belə. Ondan əvvəl Uşaq həbsxanası 97-ci ildə Qum dənəsi filmi, onun ssenarisi yenə də mənimdir. Sonra 1995-ci ildə Tretia Strana Plastinki, Valın 3-cü üzü filmi, Fərəc Qarayevdən, Qara Qarayevin, böyük bəstəkarımız Qara Qarayevin oğlu, özdə görkəmli bəstəkardır, Fərəc Qarayevdən olan filmimiz. Ondan sonra çoxdur, filmlər çoxdur. Sonradan elə oldu ki, 2011-də mən özüm artıq film çəkdim. Ondan əvvəl də çəkmişdim bəzi şeylər, amma ciddi bir şəhid filmi çəkdim. Şəhid Fuad Əsədovun gündəlikləri əsasında, yarımçıq gündəlik. Sonra 2013-də Səttarın Azərbaycanı filmini çəkmişəm bu yaxınlarda. O vaxtdan təqdim olunmayıb, düşünürəm təqdim eləyim. Səttarın izi ilə 50-yə yaxın rayon, Azərbaycan rayonunu gəzdim və onun üç ayağının necə edirlər, gözü ilə, izi ilə o filmi çəkdim. Kiçik pritçalar bu ildən eləyirəm onları, artıq 30-a yaxındır. Elə biri məhz bu dövrü əhatə eləyir, həmin o hekayətlər adında eləmişəm. Deməli, 6 dəqiqəlik bir şeydir. İkinci deməli, Qarabağ müharibəsində zəfərimizdən sonra mən bunları hazırladım. Əlimə bir mətn düşmüşdü. Mətnin müəllifini də sonra tapdım. Bir xanım idi. Facebookdan mənə göndərmişdilər. Bəzi əlavələr elədim, bəzi redaktör elədim, onu səsləndirmişəm. Bu elə mövzudur ki, həm əbədi mövzudur, həm də müxtəlif yanaşmalar istəyən mövzudur.
İnşallah yaşadıkça da hələ onlar daha təkmil şəkildə ümumiyyətlə yaddaş belə bir şeydir. O köhnəldikcə daha maraqlı obrazlar ortalığa çıxır. Təsadüfi deyil ki, bütün müharibələrdən sonra həmişə bir neçə il sonra daha yaxşı əsərlər ortalığa qoyulur. Mən istəyərdim əlbəttə. Hətta ideyam da var, mən sizə deyim. Hətta ideyam da var bundan bağlı, amma o, film məsələsi əvvəla çox böyük vəsait istəyən bir sahədir. Əgər istəyirsənsə ki, yaxşı məhsul olsun, bəli. Hətta belə bir şey də sizə deyim ki, hesab edirəm ki, bu 3 il və bundan sonraki həyatımızın necə edirlər, o məhək daşı, bizə istiqamət verən şəhidlər olmalıdır. Onlar kimi öz içimizə münasibət göstərmək. Həyatımın bir dönəmində Afaq anladım ki, belə bir, necə deyirlər, formula, düstur yarandı mənim üçün. Profesionallıq, peşəkarlıq, plus düzgünlük, dürüstlük, bərabərdir xeyir. O ikisi nə qədərdirsə, o əmsalların ikisi nə qədərdirsə, xeyir o qədər çox olur. Uzun illər televiziya sahəsində təcrübəsi olan bir mütəxəssis kimi, bir müəllim kimi veriliş hazırlayan televiziya əməkdaşlarına, aparıcılara nə demək istərdiniz? Bacardıqca səmimi olsunlar. Əsas budur. Yox, əgər televiziyada işləyirsə artıq o işini bilməlidir, bu heç. Mən adətən bu məsələyə biraz bəsit yanaşıram, yəni sadə yanaşıram. Deyirəm ki, aparıcının filankəsin yaxşı nitqi var deyə yanaşmaq düzgün deyil. Niyə? Ona bənzəyir ki, qəndi göstərirsən, deyirsən bu şirindir. Şirin olmaq onun şakəridir, xüsusiyyətidir. Başqa şeylər olmalıdır. Ən əsası əlbəttə səmimi olmalıdır. Bacardıqca səmimiyyət ümumiyyətlə istənilən sahədə hər şeyə kömək eləyir. Çünki o birbaşa qəlblə bağlı olan məsələdir. Məşhur bir söz var, deyir, qəlbdən çıxan qəlbə girər. Ağızdan çıxan qulaqdan o tərəfə getməz. Təşəkkür edirəm dəvətimizi qəbul edib verilişimizə gəldiyiniz üçün. Dəyərli izləyicilər, mən də sizinlə sağollaşıram. Növbəti verilişimizdə görüşmək ümidi ilə. Sağ olun.